Ətrin qalıcılığını artırmaq üçün aşağıdakı üsul və məsləhətlərdən istifadə edə bilərsiniz. 1. Uyğun ətir seçimi, daha yüksək konsentrasiyalı ətirlər, məsələn parfüm və ya EAUD parfüm, daha uzun müddət qalıcı olur. İsti və odunsu qoxular, məsələn ud, kəhraba və müşk dəridə və paltarda daha çox qalır. 2. Dərini hazırlamaq. Nəmləndirici istifadə edin. Quru dəri ətiri tez hopdurur. Ətir vurmazdan əvvəl qoxusuz nəmləndirici və ya losyon istifadə edin. Nəbz nöqtələrinə diqqət edin. Bilək, qulaq arxası, boyun, dirsək içi və diz arxası kimi bölgələrdə bədən istiliyi ətirin buxarlanmasını yavaşladır. 3. Ətiri düzgün tətbiq edin. Məsafəni qoruyun. Ətiri 15 ila 20 sm məsafədən püskürtün. Təmiz dəriyə vurun. Ətiri hamamdan sonra və təmiz dəriyə tətbiq edin. Ətrin qatlaşdırılması. Əgər losyon və ya duş geli kimi oxşar qoxulu məhsullarınız varsa, bunları da istifadə edərək qalıcılığı artırın. 4. Ətiri paltara vurun. Ətir parçaya daha uzun müddət qalır. Lakin paltarın ləkələnməməsinə diqqət edin. Təbii materiallar, məsələn yun və ya pambıq qoxunu daha yaxşı saxlayır. 5. Ətiri düzgün saxlayın. İşıqdan və istidən uzaq tutun. Birbaşa günəş işığı və istilik ətrin tərkibini poza bilər. Ətiri sərin və qaranlıq yerdə saxlayın. Qapağı bağlayın. Ətir hava ilə təmasda olduqda daha tez buxarlanır. 6. Vazelin və ya yağlardan istifadə edin. Vazelin çəkin. Nəbz nöqtələrinə az miqdarda vazelin və ya yağ sürtüb sonra ətir vurun. Bu üsul qalıcılığı artırır. 7. Ətrin qatlaşdırılması. Fragrance layering. Bədən spreyi, losyon və ətir kimi oxşar qoxulu məhsulları birlikdə istifadə edin ki, qalıcılığı artırılsın. 8. Gün ərzində təkrarlayın. Qoxunun qorunması üçün kiçik ölçülü ətir, travel size yanınızda götürün və gün ərzində təkrar tətbiq edin. 9. Mövsümə uyğun ətirlər. Soyuq aylarda isti və odunsu ətirlərdən, isti aylarda isə təravətli və sitrus qoxularından istifadə edin. Bu məsləhətlərə əməl etdikdə, ətir qalıcılığı nəzərə çarpacaq dərəcədə artır. Həm qadın, həm kişi üçün tərzlər, Defamil parfum bu fərqi göstərər.